Salam dostlar, mən Bir Sayt Akademiya komandasının üzvü Mürşid Elçin. Qarşıdakı 20 qısa dərs boyunca birlikdə Excel'in sıfırdan öyrənəcək və real iş həyatında necə tətbiq olunduğunu addım-addım görəcəyik. Excel barəsində qısa bir məlumat verək. Excel nədir, nə üçün istifadə olunur? Excel sadəcə cədvəl proqramı deyil, məlumatları idarə etmək, analiz etmək, qərar verməyi asanlaşdırmaq üçün bir alətdir. Böyük şirkətlərdə məlumatların genişliyi səbəbindən Excel'dən hər tərəfli istifadə olunmasa da, kiçik və orta sahibkarlar üçün Excel bəzən ən güclü menecer rolunu oynayır. Satışları izləmək, anbarı idarə etmək, gəlir və xərcləri hesablamaq, müştəri bazasının saxlanması kimi gündəlik işləri təkcə bir faylda sistemləşdirilmək və avtomatlaşdırmaq mümkündür. Bu video seriyasında biz Excel'i sıfırdan öyrənəcək və sonunda ondan öz biznesimiz üçün real qərarlar çıxara biləcək səviyyəyə çatacağıq.